İçimdə hər zaman yaxınlarımı itirmək qorxusu yaranır. Artıq atamı 4 ildir görmürəm. Bu gün mən ayaqda durmalıyam. Mən Tovuz rayonu Ağdam kəndində yaşayıram. Kəndimiz Ermənistanla sərhəddə yerləşir. Mən iyul hadisələrində ermənilərin atdığı atəş nəticəsində evimizdə həlak olan Əziz babamın adını daşıyıram. Atəş səslərini isə hər gün eşidirəm. Belə hadisələrin şahidi oluram. Əslində bəzən özümü qorxusuz göstərməyə çalışsam da, içimdə hər zaman yaxınlarımı itirmək qorxusu yaranır. Mən həyatdan keçirmədən sakit şəraitdə yaşamaq, təhsil almaq, xoşbəxt olmaq istəyirəm. Mən Vəlizadə Zəhra. Şəhid mayor pilot Urfan Vəlizadənin qızıyam. Mənim atam öz həyatını bizlərin və ölkəmizin müdafiəsinə həsr etmişdi. Mən atamı çox az görürdüm. Mən də bütün uşaqlar kimi bayramları çox sevirdim. Çünki bayramlarda atamı heç olmasa bir gün görə bilirdim. Amma artıq atamı 4 ildir görmürəm. Çünki o 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Valideynlərinin erməni təcavüzü nəticəsində itirən uşaqları mən indi daha yaxşı başa düşürəm. Çünki erməni hərbiçilərinin Tovuz sərhədinə olan hücumu zamanı atamı itirdim. Eşitmişdim ki, deyirlər uşaq bir gündə böyüdü. Həqiqətən mən o anı yaşadım. Bugün mən ayaqda durmalıyam. Anama, bacılarıma dayaq olmalı, atamın yolunu davam etdirməliyəm. Bəli, torpağımızın 20%-i Ermənistan tərəfindən işğal edilib və bu təcavüz bugün də davam edir. Münaqişə zamanı uşaqlar, qadınlar, qocalar öldürülüb, hərbiçilərimiz şəhid olub. Tarixi mədəniyyət abidələrimiz dağıdılıb. Sərhədyanı bölgələrimizdə yaşayan, davamlı olaraq evləri atəşə tutulan həmyaşlarımız var və onlar psixoloji travmalılar. Mənim üçün çox maraqlıdır. Görəsən, beynəlxalq qurumlar, xüsusilə uşaqların müdafiəsi ilə məşğul olan təşkilatlar, hüquqlarımızın qorunmasını beynəlxalq səviyyədə təmin edən konvensiyaların müddəalarını kobud şəkildə pozan dövlətə niyə göz yumurlar və ya görmək istəmirlər? Uşaqlar adından dünya birliyinə səslənərək həqiqət, ədalət naminə susmamalarını, Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edirik. Daha yaxşı gələcək və təhlükəsiz dünya üçün terrora yox deyirik, sülh, ədalət istəyirik.